Deyirlər ki, əraq canı ziyandır. Amma pəncə vurasan gerek. Bu sözü kim deyib, qardaş, yalandır. Dost qardaşla məncə vurasan gerek. Amma pəncə vurasan gerek. Bu sözdən kiminsə təmənnası var. O deyib, arağın çox əmması var. Gündüzlər vurmağın nə mənası var? Ya axşam ya gecə vurasan gerek. Amma pəncə vurasan gerek. Məclisdə ədəblə, həmərkan ilə, sağında solunda tarkaman ilə, ya da gözəl qəşəng bir canan ilə ürəkdən gülüncə vurasan gerek. Amma pəncə vurasan gerek. Arağı içəsən, deyib güləsən. Nə lazım çox içib, şirə dönəsən, ölçsün biləsən, yerin biləsən, qəbri gedincə vurasan gerek. Amma pəncə vurasan gerek. Dünyamız onsuz da qəza bu qədər, çalış ki ömrü gedməsin hədər, axşamdan oturub səhərə qədər, ay gedib batınca vurasan gerek. Amma pəncə vurasan gerek. Yanında yaxının, yar yoldaşın da, əziz qohumların, dost sirdaşın da, bir meşə qoynunda, bulaq başında, yiyib içib doyunca vurasan gerek. Amma pəncə vurasan gerek. Sözü əli deyək, çıxar bayağı, yaradan bizim üçün yaradıb ərağı. Ay içəndə içməyin ivan sayağı, ərağı müsəlmanca vurasan gerek. Amma pəncə vurasan gerek. Doldur badələri sən yavaş. Paxmeldi 4 gündür ayılmır bu baş. Deyənlər özü için qoy desin qardaş. Almayasan veyzə vurasan gerek. Amma pəncə vurasan gerek. Eyvazı işliyi qramdır. Vaxtı vədi ilə aramdır. Artıq iyiləndə pamador haramdır. Biləsən ki, necə vurasan gerek. Amma pəncə vurasan gerek. Sonra da dalanda durasan gerek. Mən səhərə kimi sizə qulluğunuzuyam, hamınızı bağrıma basıram. Allah mübarək eləsin. Qardaşıma da xoşbaxtlık arzulayıram. Sağ olun, var olun.